Salam abituriyentlər, kanalıma xoş gəlmisiniz. Mən Firəngiz müəllim. 8 ildir biologiya fənnini Ümumi Təhsil Orta Məktəbində tədris edirəm və bu videonu çəkməkdə məqsədim yeni çıxan biologiya fənninə aid olan, yəni yeni dərsliklərdən mövzuların konkret izah etməkdir. Və bu videolar hansı abituriyentlər üçündür? 2026-2027-ci il 9-cu siniflər üçün və ondan əvvəl 8, 7-ci siniflər, yəni onlara aid olacaqdır. Yəni 2026-2027-ci il olan 10-cu, 11-ci siniflərə aid deyil. Çünki onlar bu dərslikləri keçməyiblər və düşünürəm ki, onların qəbuluna aid olunmaz. Amma bu ilki 9-cu siniflər və ondan əvvəlki, yəni siniflər bu videomdan faydalana bilərlər. Ümid edirəm videom sizin xoşunuza gələcək, izahım xoşunuza gələcək. Videoda mən çalışmışam ki, konkret izahlar verim və ilk videom olduğuna görə mən yeni dərslik olan 2 ildir tədris olunan 7-ci sinif biologiya, yəni Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məktəblər üçün hazırladığı 7-ci sinif biologiya dərsliyinə əsaslanır və çalışdığım qədər yormadan, qısa, konkret formada izahlar yerləşdirmişəm. Buyurun. Aha, 7-ci sinif biologiya kitabında biz bugün giriş və bölmə 1 hüceyrə və orqanizm aid olan mövzulardan danışacağım. Təbii ki, giriş bölməsində bütün mövzular, amma bölmə 1-də 2-3 mövzu növbəti videoya qaldı. Çünki bu video çox yorucu olmasın deyə mən biraz qısa kəsdim. Amma ikinci videomuzda inşallah hüceyrə və orqanizm bölməsinin digər, yəni hüceyrəyə aid olan mövzularının izahını verəcəm. Aha, bəllidir ki, artıq abituriyentlər bilir ki, biologiya Yunan sözü olub, bios həyat, logos elm deməkdir. Canlıları və onların həyatı proseslərini öyrənən elmdir. Və canlıları öyrənən alimə nə deyilir? Kim deyilir? Yəni bioloq deyilir. Diqqət, uşaqlar! Siz 7-ci sinif biologiya dərsliyində səhifə 7-də bioloq alimlər və onların kəşflərini öyrənə bilərsiniz. Mən slaydımda onları haqqında yerləşdirmədim. Çünki ümumiyyətlə hazırlaşan zaman sinif kitabları əsasdır. Həm orta məktəbdə oxuyarkən və yenidən qəbula hazırlaşarkən başqa müəllim qaydaları olsa da, başqa satışda olan vəsaitlər olsa da, ən əsas sinif kitablarıdır. Və mən o əzbərləmə olan, yəni əzbərləyə biləcəyiniz hissəni burada yerləşdirmədim. Hansı ki, o bioloq alimlər, 8 dənə orada bioloq alim var, səhv etmirəmsə, onları və onlar nəyə kəşf edib, qısaca məlumat var, onları özünüz əzbərləyərsiniz. Elm nədir? Elm nədir? Təbiətdə və cəmiyyətdə baş verən hadisələri sistemli şəkildə müşahidə edib, təcrübələrlə sınaqdan keçirdikdən sonra biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyətdir. Mən bu elmi xüsusi bu slaydıma yerləşdirdim, çünki özüm də bir abituriyent olmuşam vaxtilə və sonra qəbula hazırlaşmışam, MİQ-də imtahan vermişəm, sertifikasiyada imtahan vermişəm və köhnə kitablarda, yəni belə bir məlumat, bu dərəcədə geniş izahı yox idi, amma yeni dərsliklərdə buna önəm verilibdir. Düşünürəm ki, ola bilər ki, yəni açıq suallarda və yaxud da yəni test tapşırıqları olsun, bunun izahı düşə bilər. O baxımdan slaydımda bunu yerləşdirdim ki, siz asan bilib keçməyəsiniz. Uşaqlar, biz elmin nə olduğunu anladıq, amma elmi metodun mərhələləri var. Birinci mən bunu sırayla demək istəyirəm, sonra da izahını verəcəm. Elmi metodun mərhələləri müşahidələr aparmaq. Bunu biz sırayla öyrənməliyik. Səhv etmirəmsə, tapşırıqlardan iş dəftərində idi, səhv etmirəmsə, tapşırıqlarda düşmüşdü, yəni mən sinifdə uşaqlara edərkən. Yəni bunu biz sırayla
öyrənməliyik. Əslində çətin deyil, asan bir şeydir. Müşahidələr aparmaq, müşahidələr əsasında suallar vermək, sualları cavablandırmaq üçün fərziyyələr irəli sürmək, fərziyyələr əsasında təxminlər irəli sürmək, fərziyyəni yoxlamaq üçün təcrübələr aparmaq, nəticələr fərziyyəni təsdiq edirmi? Əgər həqiqətən də edirsə, sonrakı mərhələ təcrübənin nəticəsinə dair hesabat hazırlamaq, elmi və populyar məqalə nəşr etmək. Bu necə bir şeydir? Tutaq ki, biz canlı bir bitkini, tanımadığımız bir bitkini, yəni onun haqqında məlumat yazmaq istəyirik, necə böyüyür, quruluşu necədir, çiçəyin rəngi necədir. İlk dəfə nə edəcəyik? Müşahidə aparacağıq. Görürsünüz, elmi metodun mərhələsi. Sonra müşahidə nəticəsində bizim beynimizdə suallar yaranır. Və həmin sualları cavablandırmaq üçün eyni zamanda bizdə fərziyyələr yaranır beynimizdə. Yəni fərziyyələr irəli sürürük. Amma o fərziyyələrin səhv və düz olduğunu deyə bilmərik. Sadəcə bu fərziyyələrdir. Fərziyyələr əsasında təxminlər irəli sürürük. Sonra fərziyyəni yoxlamaq üçün təbii ki, nə etməliyik? Təcrübə aparmalıyıq. Biz müşahidə nəticəsində, müşahidə nədir? Hiss orqanlarımız vasitəsilə, duyğu orqanlarımız vasitəsilə biz müşahidə edirik də. Amma artıq fərziyyəni yoxlamaq üçün hər hansı bir təcrübə aparmaq lazımdır. Və təcrübəni cihazlarla etmək olar, alətlərlə etmək olar, maddələrlə etmək olar və təcrübəni apardıqdan sonra biz təcrübənin nəticəsinə fikir veririk. Əgər nəticə bizim fərziyyəmizi təsdiq edirsə və deməli biz düzgün, yəni elmi metodun mərhələlərinin düzgün sırasındayıq və təcrübəmizi biz hesabat şəklində, elmi məlumat şəklində yazıb ortaya bir kəşf qoya bilərik ki, bir araşdırma qoya bilərik ki, həqiqətən də belə oldu. Əgər burada nəticələri fərziyyəni təsdiq etmirsə, biz yenidən qayıdırıq sualları cavablandırmaq üçün yenidən fərziyyələr irəli sürməyə və həmin fərziyyələrə uyğun təcrübələr aparmağa. Bu təbii ki, çətin deyil. Bu müxtəlif təcrübələr üzərində tapşırıqlar formasında sizin qarşınıza çıxa bilər. Növbəti slayd. Uşaqlar, bizim dərsliyimizdə, bu yeni dərslikdən söhbət gedir. Orada siz sərbəst dəyişən, aslı dəyişən, yəni belə bir yeni məlumatlarla tanış ola bilərsiniz. Əslində bu çətin bir məlumat deyil. Bundan əvvəlki slaydda biz elmi metodun mərhələlərini öyrəndik, düzdür? Bax, orada təcrübə keçirdik. Bax, o təcrübələrdən birini tapşırıq əsasında, həmçinin də 7-ci sinif kitabında, yəni mən bu tapşırığı ona əsaslanıb yazmışam bura. Tapşırıqda da veribdir. Yəqin 7-ci siniflər o tapşırığı ediblər. Çətin bir tapşırıq deyil. Sadəcə olaraq burada nəyə fikir vermək lazımdır? Bu tapşırığın məqsədi nədir? Şərtə fikir versək, bitkilərin inkişafı müəyyən şərtlərdə aparılan 3 təcrübə ilə müşahidə olunmuşdur. Təcrübələr barədə məlumatlar aşağıda verilmişdir. Burada fikir versək, biz ilk öncə bu bitkilərə fikir veririk, altındakı yazılara fikir veririk və testlərə variantlara baxırıq, üzr istəyirəm. Baxırıq ki, burada, məsəl üçün, bu bitkiyə gündəlik 2 litr su verilib. Sonra 1 litr su verilib, sonra 0,5 litr su verilib. Deməli, buna verilən 3 bitkiyə verilən su fərqli miqdardadır. Amma torpaq rütubəti gündəlik 2 dəfə yoxlanılır, üçündə də eynidir. Torpaq humusludur, üçündə də eynidir. Mineralların tərkibi üçündə də eynidir. Yəni, siz bunu tapşırığa baxaraq da özünüz görə bilərsiniz. Daha yaxşı özünüzü yoxlamaq üçün siz 7-ci sinif kitabındakı həmin tapşırığa baxa bilərsiniz. İndi təcrübəyə əsasən hansı variant düzgün göstərilmişdir? Diqqət etməli olduğunuz sərbəst dəyişən odur ki, bu canlının böyüməsinə təsir edən amillərdən götürülür. Hansı dəyişilibdir? Burada su dəyişilib. Suyun təsirini yoxlayırlar da bu təcrübədə. Yəni, suyu az versək, çox versək, yəni bu bitkiyə necə təsir edəcək? Suyu yoxlamaq baxımından bu təcrübəni edirlər. Yəni, burada bu torpaq da ola bilər, torpağın tərkibi də, minerallar miqdarı, suyun miqdarı da ola bilər. Yəni, hər biri sərbəst dəyişən ola bilər. Amma aslı dəyişən burada bitkidir. Çünki bitki ona verilən bu maddələrin təsirindən asılıdır.
Yəni burada asılı dəyişən hansıdır? Bitkin inkişafını axtarırıq. İki variantda var. İkinci, sərbəst dəyişən hansıdır? Sərbəst dəyişən digər maddələrdən birini götürməliyik, amma burada sərbəst dəyişibdir, suyun miqdarı dəyişibdir, digərləri sabit qalıbdır. Sabit sözünün də altında biz təbii ki, digərlərindən birini götürməliyik. İndi burada B variantı düzgün gəlir, sabitə, torpaq növü. Məsəl üçün, mineralların miqdarını götürmək olardı, amma birinci bitkinin inkişafı, ikinci suyun miqdarı sərbəst dəyişən olduğuna görə bir variant düz gəlir burada və cavab B variantıdır. Ümid edirəm, başa düşdünüz. Sonra, yəni rahat bir tapşırıqdır. Ümumiyyətlə, bu videomdakı izahlar çox rahatdır. Yəni, çətinliyi yoxdur. Sadəcə olaraq, yenə deyirəm, ilk videom olduğuna görə mən bu mövzulardan başladım. Gəldik biologiyanın elm sahələrinə. Bu arada ümid edirəm ki, sizi yormuram. Əgər yoruldunuzsa, videomu dayandıra bilərsiniz. Biologiyanın elm sahələri. Biologiyanın elm sahələri, yenə deyirəm, abituriyentsinizsə artıq bunlardan məlumatınız var. Sadəcə mən sizin nəzərinizə bir şey çatdırmaq istəyirəm. Burada botanikadı bilirsiniz. Bitkilər haqqında biologiyanın elm sahəsidir. Zoologiya, zoologiya bilirsiniz. Biologiyanın heyvanlar haqqında elm sahəsidir. Hansı ki, heyvanlar onların quruluşunu da öyrənir, həyat fəaliyyətində eynən botanika da elədir. Sonra embriologiya orqanizmlərin inkişafının ilk mərhələlərini, rüşeyimin inkişafını öyrənir. Mikrobiologiya, mikroskopik ölçülü orqanizmlər. Buna bakteriya aid ola bilər, göbələk, virus aid ola bilər. Göbələk dediyimiz, yəni göbələklərin də bir hüceyrəli formaları var. Söhbət onlardan gedir. O papaqlı göbələklərdən getmir. Sonra gəldik anatomiya. Anatomiya isə burada insanın şəkli olduğu sizi çaşdırmasın. Ümumiyyətlə bitki anatomiyası da var, heyvan anatomiyası da var. Yəni canlı orqanizmlərin daxili və xarici quruluşunu öyrənir. Həm daxili, həm xarici. Burada insanı göstərir, amma təkcə insan deyil. Digər canlı orqanizmlərdən də söhbət gedə bilər. Sistematika adına məlum olduğu kimi sistemləşmədir. Yəni canlı orqanizmləri oxşar əlamətlərinə görə qruplara ayırır, təsnifatını öyrənir. Keçdik genetikaya. Genetika irsiyyət və dəyişkənlik, genlər və onların nəsildən nəslə ötürülməsini öyrənir. Burada mən əsas sizin nəzərinizə nəyi çatdırmaq istəyirəm? Burada mən sizin nəzərinizə fiziologiya elmindən fərqləndirmək istəyirəm. Fiziologiya canlı orqanizmlərin həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənən bir elm sahəsidir. Yəni, burada gördüyünüz bütün canlı orqanizmlərdən hüceyrəsindən tutmuş orqanına, yəni orqanlar sisteminə qədər ən kiçikdən böyüyə qədər nə qədər proseslər gedirsə, hamısını öyrənən elm sahəsi fiziologiyadır. Həmçinin 7-ci sinif kitabında, yəni bu mövzunun sonunda belə bir tapşırıq var ki, biologiyanın hansı elm sahəsi daha çox tətbiq edilir? Yadınızda qalsın, fiziologiyadır onun cavabı. Mən indi kitabdakı o tapşırığı burada paylaşa bilmirəm, amma növbəti videolarımda mən bu mövzulara aid həm sinif testlərindən, həm iş dəftərindən və çıxan digər, yəni bu mövzularla bağlı çıxan digər testlərdən izahlar paylaşacağam. Bəlli ki, DİM testlərində, yəni hansı ki, o abituriyent testlərində hələ ki, yəni yeni kitabda əlavə olunanlarla bağlı deyirəm. Təbii ki, o əsas qalıbdır. Fiziologiya, zoologiya əvvəldən biz köhnə kitablarda da var idi və ona aid nə qədər testlər var abituriyent o DİM testlərində. Yəni onların da izahını verəcəm. Amma məsələ nədir? Məsələ bu yeni kitablarla bağlı mən deyirəm. Nə qədər yəni testlər çıxacaqsa, mən çalışdığım qədər bu mövzularla bağlı izah verəcəm test üzərində. Keçək növbəti slaydımıza. Bu da bizim kitabımızda yeni əlavə olmuş məlumatdır. Canlı və cansız. Canlı orqanizmlər, cansız orqanizmlərdən fərqləndirilməsini siz artıq təbiət dərslərindən öyrənmisiniz. Burada yeni məlumat üçün mən bunu slaydıma yerləşdirmişəm. Deməli, bunlara ilk baxanda siz bunları cansız kimi görürsünüz və daşa bənzədirsiniz. Burada, yəni canlı daş da demək olar bunlara, amma bunlar cansız deyil, canlıdır. Çünki bunlar inkişaf edir, tənəffüs edir. Növbəti slaydımızda olacaq, yəni canlı orqanizmlərin əsas xüsusiyyətləri.
Siz burada nə fikir verəcəksiniz? Bu bitkinin adı litopdur. Quraqlıq ərazidə yaşayır. Harda yaşayır? Quraqlıq ərazidə. İkinci isə piyuradır. Bu dəniz heyvanıdır. Bu qayalı sahil sularında yaşayır. Bunu da ümid edirəm yadınızda saxlasınız. Keçdik bayaq dediyim, yəni canlı orqanizmlərin əsas xüsusiyyətləri, yəni ki, cansızdan fərqləndirən qidalanma, tənəffüs, çoxalma, böyümə, inkişaf, ifrazat, qıcıqlanma. Bu da sizə 5-ci sinif, 6-cı sinif təbiət kitablarından məlumdur. Burada nəyə fikir verəcəksiniz? Baxın, burada qidalanma. Burada bitkinin qidalanmasını göstəribdir. Məşhur olan fotosintez prosesi. Yəni, havadan karbon qazını udur, günəş işığının altında, sudan, torpaqdan suyu və yarpaqda yaradır əsas maddə olan üzvü maddəni və bitki hüceyrələri qidalanır. Tənəffüs bunun əksidir ki, bütün canlılar bu prosesi həyata keçirir. Oksigeni udur, karbon qazını xaric edir. Hərəkət, bəlli məsələ. Hərəkət, düzdür, heyvanlar aləmində daha aktivdir, amma bitkilər də hərəkət edə bilir. Bitkilərin böyüməsi də bir hərəkətdir, qıcıqlanması da bir hərəkətdir. Məsəl üçün, burada küstün bitkisi verib, əlimizi toxunduranda o reaksiya verir. Xarici təsirə qarşı reaksiya verir və bükülür. Bu, bitkilərdə qıcıqlanmadır. Sonra ifrazat, insanda burada ifrazat göstərilibdir ki, hansı ki, bu da canlıların əsas xüsusiyyətləridir. Çoxalma, yəni bəlli məsələ, bu haqda danışmağa ehtiyac yoxdur, düşünürəm. Keçək növbəti slaydımıza. İkinci bölməmizdən olan, mövzudan olan məlumat. Böyüdücü cihazlar, lupa və mikroskop. Təbii ki, lupa və mikroskopu biz əzəldən öyrənmişik. Köhnə kitablarımızda da var. Elə biologiyanın gözü də demək olar ki, bu mövzu. Lupa, bir çox uşaqlar heç biologiya fənni keçməsə belə ibtidaidən lupanı tanıyırlar. Lupa sadə quruluşlu cihazdır, böyüdücü cihazdır. Burada nəyə fikir verəcəyik? 2-25 dəfə böyüdə bilir, kitabda var. Lupanın hissəsinə fikir verəcəyik. Çünki əzəldən testlərə düşüb bu məlumatlar. Lupa nədən ibarətdir? Dəstək, çərçivə və iki şüşə yox ha, iki tərəfi qabarıq bir böyüdücü şüşədən ibarətdir. Yəni, bir dənə şüşə var. Çünki testlərdə ola bilər 2 şüşədən, o səhvdir. Bir şüşədən ibarətdir. Sonra gəldik digər böyüdücü cihazımıza, orqanizmləri daha dəqiq ölçən cihaza, mikroskop. Mikroskop canlı orqanizmləri dəqiq öyrənmək üçün istifadə edilir. Biz hal-hazırda işıq mikroskopundan danışırıq. İşıq mikroskopu. Mikroskop sözünün mənası nədir? Bu hissəciklərə fikir verək. Mikros, kiçik, skopia, baxıram deməkdir. İndi biz mikroskopu oxuyaq, öyrənək. İşıq mikroskopunun quruluşu əşyanın təsvirini 100 və ya 1000 dəfələrlə böyüdə bilir. 100 və ya 1000 dəfələrlə böyüdə bilir. İşıq mikroskopu iki hissədən, mexaniki və optik hissədən ibarətdir. Və mən bu arada, yəni 7-ci sinif kitabında mikroskopun, bax bu hissələrinin hər birinin quruluşu haqqında məlumat var ki, onları öyrənmək mütləqdir. Mən özüm də təcrübəmdən deyə bilərəm ki, uşaqlar bu hissələri rahat öyrənə bilir. Məsəl üçün, soruşanda ki, okullar haradadır? Yerin göstərilir. Tubus, obyektiv, ştativ, revolver yeri məlumdur. Amma bəs bu hissəciklərin öz hissələri necədir? Bəzi burada sözlərin mənaları var. Bu, yəni mənim slaydımda yer tapmasa da sinif kitabında açıq aydın var. Siz onlara diqqət etməlisiniz. Məsəl üçün, okulyar. Okulyar sözünün mənası latınca oculus göz deməkdir. Bunu belə yadda saxlamaq olar. Biz gözümüzlə yaxınlaşıb baxırıq. Yadınızda qalsın ki, oculus sözünün mənası göz deməkdir. Okulyar nədən ibarətdir? Bax, ona fikir vermək lazımdır. Okulyar çərçivədən, hansı ki növbəti slaydda var, onun üzərində deyərəm, çərçivədən və iki böyüdücü şüşədən ibarətdir. Yəni, bunun artıq 2 dənə böyüdücü şüşəsi var. Mən bayaqlar lupan deyəndə yadınızdadırsa, yəni onun bir böyüdücü şüşəsi oldu, amma okulyarın 2 böyüdücü şüşəsi var və çərçivəsi var. Okulyar harada yerləşir? Tubusun yuxarı hissəsində. Bax, bu ikinci yerləri tubus.
Tubusun yuxarı hissəsində. Yəni bu cümlələrin hamısı kitabda var. Yəni bunları siz öyrənməlisiniz, əzbərləməlisiniz. Məsələn, obyektiv. Obyektiv hardadır? Tubusun aşağı hissəsindədir. Məsəl üçün belə bir sual ola bilər ki, baxın bu ağ gördüyünüz hissə var, bax bu hissə. Bax bu ştativdir. Ştativ mikroskopun gövdəsini təşkil edir, əsasını təşkil edir ki, digər hissələr onun üzərindədir. Amma fikir versəniz, okulyar birbaşa ştativlə əlaqəli deyil. Ştativlə əlaqəli olan tubusdur. Okulyar birbaşa əlaqəli deyil. Məsəl üçün, obyektiv birbaşa əlaqəli deyil. Birbaşa əlaqəli olan başqa nə var? Fikir versək. Məsəl üçün, ştativə birbaşa birləşən, burada makrovint, mikrovint var, sonra əşya kürsüsü var. Bunlar da ştativə birləşmiş hissələrdir. Yəni, buna da diqqət etməyiniz xahiş olunur. Yenə deyirəm, mən bunların hər bir ayrı-ayrıqda demirəm. Çünki kitabınızda var, o hissəni əzbərləyərsiniz. Sonra keçək bir slaydımıza. Bayaq dedik ki, əvvəlki slaydda mikroskop, yəni iki hissədən, optik və mexaniki hissədən ibarətdir. Bəs optik hissəsi hansılardır? Optik hissəsi, yəni ən vacib hissədir, buna da fikir verin. Onlar okulyar və obyektivdir. Səbəb nədir? Niyə optik, niyə vacib hissədir? Çünki istənilən mikroskopun, yəni işıq mikroskopundan söhbət gedir. Böyütmə dərəcəsini bilmək istəyirsinizsə, siz əlinizdəki mikroskopun okulyarına və obyektivin üzərindəki rəqəmlərə fikir verməlisiniz. Həmin rəqəmlər, baxın, bu şəkildə yazılır. 10 vurulsun 20. Tutaq ki, bir-birinə vurursunuz, yəni okulyarın üzərindəki rəqəmi, obyektivin üzərindəki rəqəmə vurursunuz və alınan rəqəm mikroskopun böyütmə dərəcəsidir. O baxımdan, demək yarım qaldı slaydımız, yenidən davam edək. Burada deməli mikroskopu stolun kənarından 5-8 cm aralı qoyun. Sonra işığın yandırmalıyıq. İşıq mikroskopunda, yəni əvvəlki mikroskoplarda işıq şüası düşməli idi, amma daha təkmilləşmiş işıq mikroskopları var ki, artıq özündə işıq olur. İşığı yandırmaq lazımdır. Sonra preparatı əşya masasının üzərinə qoyun. Preparat nədir? Preparat mikroskopda baxılmaq üçün hazırlanan obyektə deyilir. Hazır bilirsiniz ki, məktəblərdə preparatlar da olur. Sonra preparatı sıxacların köməyi ilə kürsüyə bərkidin. Makrovint vasitəsilə əşya masasını hərəkətə gətirin. Yəqin ki, məktəbdə siz mikroskopdan istifadə etmişsiniz. Həmin o makrovint vasitəsilə əşya masasını yuxarı, yəni obyektivə tərəf yaxınlaşdırmaq, uzaqlaşdırmaq olur. Təsviri daha aydın görməkdən ötürü də mikrovintdən istifadə etmək olar. Yəni, aydın görməkdən ötürü daha aydın mikrovintdir. Sonra əşya kürsüsünü hərəkətə gətirmək makrovintdir. Sonra keçək digər hissəyə. Mikroskopik obyektlər üçün istifadə olunan ölçü vahidi mikrometrdir. Bax, yadınızda qalsın, yəni bu mikrometr, ümumiyyətlə həm fizika, həm də biologiyada bu cihazların ölçü vahidi kimi götürülür və burada həm mikrometr və yaxud da fikir versəniz, iki formada yazılıbdır, amma ikisi də eynidir, bir-birinə bərabərdir. Mikroorqanizmlərin diametrinə görə 3 qrupa bölürlər. Bu, yenə də sinif kitabımızda var. Kiçik ölçülü, tutaq ki, hər hansı bir mikroorqanizmə baxırıq mikroskopda. Onun ölçüsü 2 mikrometrdən az gəlirsə, demək bu kiçik ölçülü mikroorqanizmlərdir. 2 ilə 4 arasındadırsa orta ölçülüdür. 4-dən böyükdürsə iri ölçülü mikroorqanizmlərdir. Ümumiyyətlə, abituriyentlər, mikroskopda baxılan əşya, yəni bu obyektlər deyək də, canlı obyektlər, bunlar şəffaf və yarım şəffaf olmalıdır ki, işıq şüası düşsün ki, onu daha yaxşı görmək olsun. Və yaxud da minerallara, bəzi kristallara da baxmaq olur. Bir də burada bir şey fikir verməliyik. Tapşırıqlarda mikrometr bəzi, yəni böyütmə dərəcəsi kimi santimetrlə də verilə bilər, millimetrlə də verilə bilər. Amma biz bunu çalışmalıyıq. Əgər cavablarda mikrometrdən soruşursa, mikrometrə çevirək. Və bunun üçün bizə burada gördüyünüz kimi sağda, aşağıda 1 millimetrimiz 1000 mikrometr məlumatı bizə veriblər. Kitabınızda da var. Yəni, əgər millimetrlə, santimetrlə verilərsə, onda yəni, bunu çevirmək olar.
millimetrə və yaxud da santimetrə, yəni mikrometrə gətirmək olar. 1 millimetrimiz 1000 mikrometrdir. Yəni buna aid də tapşırığa baxacağıq. Sonra növbəti slaydımıza keçək, anlaşdıraq. Demək, mikroskop altında baxılan obyektin faktiki ölçüsünü tapmaq üçün düstur. Burada nəyə fikir verək biz? Bu mikroskopla əlaqəli olan düsturdur. Faktiki ölçü var, şəkil ölçüsü var, böyütmə dərəcəsi var. Burada faktiki ölçü nə deməkdir? Tutaq ki, hər hansı bir kiçik bir orqanizmdir. Onun öz ölçüsü var, real ölçüsü. Bundan real da yazıla bilər tapşırıqlarda. Faktiki ölçü, yəni onun mikroskopda, böyüdücü cihazda baxılmadan olan ölçüsüdür. Şəkil ölçüsü isə kitablarda görürsünüz, siz bilən hüceyrə quruluşu görürsünüz, nüvənin quruluşunu görürsünüz. O, böyüdülmüş şəklidir. Yəni, şəkil ölçü nə deməkdir? Böyüdücü cihazda baxılır, nə qədər böyüdülübsə, həmin forma şəkildə verilibdir. Yəni, artıq böyütmə dərəcəsi təsir edibdir. Amma böyütmə dərəcəsi nədir burada? Böyütmə dərəcəsi isə mikroskopun özünün böyütmə dərəcəsidir. Hansı ki, bundan əvvəlki slaydlarda okulyar və obyektiv göstərilmişdir ki, mikroskopun böyütmə dərəcəsi tapmaq istəyirsinizsə, okulyar və yəni optik hissələr olan okulyar və obyektiv üzərindəki rəqəmləri bir-birinə vurmaqla böyütmə dərəcəsini tapa bilərsiniz. Yəni, burada böyütmə dərəcəsinə həmin mikroskopun özünün xüsusi rəqəmi aiddir. Hansı ki, böyütmə dərəcəsinin yerinə biz, əgər verilməyibsə ümumi, okulyar və obyektivin öz rəqəmi verilibsə, onları da bura qoyub biz bu hesablamanı yerinə yetirə bilərik. Və məlumdur ki, 1 millimetrimiz 1000 mikrometr oldu.